Heydər Əliyev adına beynəlxalq hava limanında taksi qiymətləri ilə yaranan vəziyyətlə əlaqədar Ombudsman aparatı, Ombudsman tərəfindən rəsmi mövqe açıqlanıb. Mövqeni diqqətinizə çatdırıram. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına beynəlxalq hava limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparılıb. Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin bərabərlik hüququ və 59-cu maddəsinin azad sahibkarlıq hüququ, habelə Rəqabət Məcəlləsinin müddualarına uyğun gəlmir. Ombudsman tərəfindən vətəndaşların konstitusiyon hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyatı dövlət qurumlarının monitorinqi nəticələri ilə bağlı müraciət ünvanlanacağı da bax bu rəsmi yayılan məlumatda vurğulanıb. Mənim üçün xüsusi olaraq maraq doğuran bir məqam var ki, bu ideyanı, bu təklifi kim vermişdi? Yəni, bu rəqabət mühitinin pozulmasına, məhz bütün işini, həyatını, başqa bir işi olmayıb, taksi xidməti ilə məşğul olub, evinə çörək aparmaq istəyən insanlarda bax, o narazılığın yaranmasına gətirib çıxaran, bu təklifi kim verib və onu təsdiq elətdirmişdi? Məncə, həmin şəxsi cəzalandırmasalar, bundan sonra bax, bu cür təkliflər verib, dövlət strukturlarını, dövlətin özünün digər işlərinin, belə deyək də, daha çox olduğu vaxtda əlavə bu cür problemlərlə yüklənməsinin səbəbkarı olan həmin şəxslərin sayı artacaq və həmin şəxslər oturduqları postlarda özlərinin ideyalarını dırnaq arası, belə deyək də, ağıllı ideya hesab eləyib cəmiyyətə sırmağa çalışacaqlar. Amma onlar başa düşməlidir ki, onların bu cür addımları, bax, bu cür artıq rəsmi bəyanata gətirib çıxaran məlumatları, fəaliyyətləri daha doğrusu, hansı ki, rəqabət mühitini pozur, hansı ki, bu monopoliya aparır, gətirir və yenə deyirəm, sevgisindən yox, öz arzuları ilə, xoşbəxt arzuları ilə yox, gedib bütün günü taksi işləyib, gecə-gündüz tıxaclarda əziyyət çəkib deyən insanların, hansı ki, onların məcburdular və evlərinə bu istiqamətdə pul aparırlar, çörək aparırlar, onları incitməyə ehtiyac yox idi. Ehtiyac da yoxdur və bilmək lazımdır. Heydər Əliyev adına beynəlxalq hava limanına nə qədər sərnişin gəlir, onun statistikasını həmin şəxslər verir və həmin sərnişinlərin hər biri öz avtomobili ilə evinə getmir, taksi ilə gedir. Görün, burada neçə yüzlərlə insandır ki, həqiqətən Heydər Əliyev adına beynəlxalq hava limanında o cəmaatı məcbur otuzdurmaq istədikləri taksilər o qədər insanı daşıya biləcəkmi? Və yenə deyirəm, bir səth var. O səthi qazırsınız, gedirsiniz, əl yandıran yerə çatırsınız. Bu təklifi verən şəxs kimdirsə, mütləq onu cəzalandırmaq lazımdır. Yenə deyirəm, bu, onun təfəkkürdə olub, dövlət strukturlarında və yaxud da digər strukturlarda oturub, insanları bəzi qaydaları öz istəklərinə uyğun əməl etməyə məcbur edən şəxslərə dərs olmalıdır. Bu yaxşı hal deyil və çox sevinirəm, Ombudsmana da buradan təşəkkür edirəm ki, bax, belə bir addım atıb və bu cür monitorinq aparıb, nəticələri və açıqlaması da təqdirə layiqdir.